Əziz və hörmətli izləyicilər, hamınızı salamlayıram. Xoş günlər arzu edirəm. Bura Qəbələdir. Hamınızı belə bir gözəl təbiəti olan Qəbələ rayonuna istirahətə dəvət edirəm. Baxın, dağlar, meşələr mart ayının 25-26-sıdır. Dağlar, meşələr, qayalar qarla örtülüb. Bir tərəfdən də gün çıxıb və yaz ayı olduğu üçün belə gözəl təbiətdə ağaclar çiçək açıb. Sizə bir bitki növünü təqdim eləmək istəyirəm. Kim bu bitki növünün adını bilirsə, zəhmət olmasa yazsın. Baxın, belə bir bitkidir. Bunun kökü yeyilir. Kök hissəsi. Kök hissəsini markov kimi təmizləyirsən, yeyirsən. Ancaq bunun iki növü var. Mən bildiyim iki növü var. Hansı ki, həmin o növ yeyilmir. Və o növün üzərində, belə yarpaqlarının üzərində tüklər olur, tükcüklər olur. Amma bunda yoxdur. Bunda olmadığı üçün bu yeyilən bir bitkidir, kökü yeyilən bir bitkidir. Amma o tük olanda kök yeyilmir, o zəhərli olur. Xahiş edirəm bunun adını bilən varsa yazsın. Zəhmət olmasa.